Salam, hər vaxtınız xeyir. Mən Nuri Akademi Tədris Mərkəzinin riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə 8 iyun tarixində keçirilmiş ümumi sınaq imtahanı 15-in riyaziyyat suallarının izahını təqdim edəcəm. Onu qeyd etmək istəyirəm ki, ilk 20 sual həm MİQ, həm sertifikasiya imtahanına hazırlaşan müdavimlərdə öz əksini tapıb, son 5 sual isə sırf sertifikasiya imtahanına hazırlaşan müdavimlərdə öz əksini tapmışdır. MİQ imtahanına hazırlaşan müdavimlər də son 5 suallı videonu saxlayıb işləyə bilərlər. Gəlin başlayaq birinci sualdan. Deyir, Asim işi 4n gündə, Kamran isə eyni işi 5n bölünsün 2 gündə görür. İkisi birlikdə bu işi 20 gündə görərlərsə n-i tap. Deməli, Asim işi 4n gündə görür. Deməli, bir işi Asim 4n gündə görür. Düzdür? Deməli, 4n gündə. Onda bir gündə işin 4n'də bir hissəsini görər. Eyni ilə Kamran bir işi 5n bölünsün 2 günə görürsə, bir günə işin 5n'də 2 hissəsini görər. Onda ikisi birlikdə deyirsə, bunlar toplanırlar. Yəni 4n'də 1, üstə gəl 5n'də 2. Bunu vuraram 4'ə, bunu vuraram 5'ə. Onlar deməli 20n'də 5, üstə gəl 8. Deməli, ikisi birlikdə normalda 20n'də 13 hissəsini görməlidirlər. Deməli, ikisi birlikdə bu işi 20 günə görərlərsə, deməli, əslində ikisi birlikdə bir işi 20n'də 13 hissəsini görərlər. Deməli, bir işi ikisi birlikdə əslində 20 günə görüblərsə, bir günə də işin əslində 20'də 1 hissəsini görərlər. Deməli, birlikdə biz almışıq 20n'də 13, amma əslində 20'də 1 almalıyıq da. Yəni, 20n'də 13 bərabərdir 20'də 1'ə. Deməli, onda çarpaz vursaq, 20 vur 13 bərabərdir 20n'ə. Elə buradan da görünür ki, n bərabərdir 13'ə. Doğru cavab olur Y variantı. Daha sonra ikinci suala baxaq. Deyir ki, qatar sabit sürətlə 5 kilometrlik tuneli 11 dəqiqəyə, 12 kilometrlik tuneli isə 25 dəqiqəyə keçir. Qatarın uzunluğu tapın. Baxın, qatar tunelə daxil olanda, məsələn, tutaq ki, bu bir qatardır. Tunelə də daxil olmağa çalışır. Tunelə daxil olursa qatar. Qatarın ön hissəsi tuneldən daxil olanda zaman, belə deyək də, spidometri qoşurlar. Ta ki, məsələn, bu 2 dənə vaqondan ibarətdirsə, birinci vaqon daxil olanda spidometri qoşurlar, ta ki, ikinci vaqon çıxana qədər, yəni son təkər hissəsi çıxana qədər bu qatarın saniyə gedir. Yəni, ümumilikdə bu, belə deyək də, qatar həm tunel qədər, həm də özü qədər məsafə qət edir. Ona görə biz həmişə qatar və tunel məsələlərində deyirik ki, S bərabərdir qatarın uzunluğu üstə gəl tunelin uzunluğu. Bizə də deyir ki, 5 metrlik tuneli, 12 metrlik tuneli, burada dəqiqələr fərqlidir. Dəyişməyən də qatarın uzunluğudur. Çünki qatar həmin qatardır. Onda biz qatarın uzunluğuna bir x desək, 5 metrlik tuneli, onda bu getdiyi yol 5 üstə gəl x-dır. Sürət dəyişmirsə, 5 üstə gəl x-ı, bu getdiyi yoldur. Bölsəm 11'ə, eləyəcəyiz bunun sürəti. Eyni ilə 12 kilometrlik tuneldə olacaq 12 üstə gəl x-ı, 25 dəqiqəyə gedirsə bölərəm 25'ə. Bunları bir-birinə bərabər eləyərəm. Onda çarpaz vursam, yəni 25'i vursam 5 üstə gəl x-a, eləyəcək 125 üstə gəl 25x. Bu da bərabər olacaq 132 üstə gəlsin 11x-a. Deməli, 14x bərabər olacaq. Burada bunu keçirsən bu tərəfi 7x bərabər də 0.5 kilometr. Baxın, tələsib 0.5 cavabını da özüm qoymuşam. 0.5'i götürmürük. Çünki bizə demir neçə kilometrdir, deyir neçə metrdir. 0.5 kilometrdə 500 metrdir. Doğru cavab olur Y variantı. Daha sonra üçüncü suala baxaq. Deyir, 25% zərərlə 225 manata satılan bir malın 40% gəlirlə satış qiyməti neçə manatdır? Əgər 25% zərərlə satılırsa, məsələn, tutaq ki, bir mal 100 manata satılır, malıdır, belə düşünək, amma 25% zərərlə satılsa, o deməli 100 manat fikirləşmişəm, amma artıq zərər eləmişəmsə, o 75 manata satmışam. Yəni, bir malın 75%-i
225 manatdır. Bizi isə 40% gəlirini soruşur. Yəni 140%-ni soruşur. 140%-i də x-dir. Onda biz x-i tapmaq üçün 225-i vurarıq 140-a, bölərik 75-ə. Deməli 225-i vurarıq 140-a, bölərik 75-ə. Bu da ixtisar gedər 3, cavab eləyər 420. Yəni doğru cavab olar B variantı. Dördüncü sual. Ayxan ilə Malikin yaşları cəmi 32-dir. Yəni Ayxan ilə Malikin yaşlarının cəmi 32-dir. 2 il əvvəl Ayxan Malikdən yaşlı 3 dəfə böyük idi. 2 il əvvəl Ayxanın indiki yaşı A-dır. Malikin indiki yaşı M-dir. 2 il əvvəl Ayxan A-çıx 2-dir. Malikin də yaşı 2 il əvvəl M-çıx 2-dir. Ayxanın yaşı Malikin yaşından 3 dəfə böyükdür. Yəni Malikin yaşını 3-ə vursam Ayxanın yaşı ilə. A çıx 2 bərabərdir 3M çıx 6-ya vurub atsam. Onda A bərabərdir 3M çıx 4-ə. Buradan da A-nın yerinə 3M çıx 4 yazsam, eləyər 3M çıx 4 üstə gəlinsin. M bərabərdir 32-yə. 3M bir dənə deyim 4M bərabərdir 32 çıx 4-ü. Bilirik ki, bərabərliyin sağ tərəfindən sol tərəfinə keçirdəndə rəqəm işarə dəyişir. 32 üstə gəl 4 olur 36. Deməli, Malikin hal-hazırda 9 yaşı var. Doğru cavab olur A variantı. Daha sonra baxaq 5-ci suala. Deyir, A və B ədədinin ədədi ortası M-ə bərabərdir. Ədədi orta nə deməkdir? Ədədləri topla, böl sayına. A ilə B-nin cəmini bölürəm 2-yə, çünki 2 ədəd var. Ədədi ortası eləyir M. Yəni, A üstə gəl B bərabərdir 2M-ə. A, B və C ədədlərinin ədədi ortası N-dir. A, B, C ədədinin ədədi ortası tapmaq üçün toplayıb bölürəm 3-ə, eləyir A üstə gəl, B üstə gəl, C bərabərdir 3N-ə. Bizə deyir, C-ni M və N ilə ifadə edin. A üstə gəl B 2M-dirsə, onda C nəyə bərabərdir? 3N çıx 2M-ə. 3N çıx 2M. Doğru cavab olur C variantı. 6-cı sual. Ana 24 armudu 6 uşağı arasında bərabər bölmək istəyir. Yəni ki, 6 uşaq arasında bölmək istəyir. Deyir, bütün armudların yarısını öz aralarında bərabər bölən oğlanlarına, yarısını isə öz aralarında bərabər bölən qızlarına verir. Deməli, deyir ki, ananın 24 armudu var və 6 dənə uşağı arasında bölmək istəyir. Amma necə bölür? 24 dənə armudun 12-sini verir oğlanlara ki, siz bunları öz aranızda bərabər bölün. 12-sini də verir qızlara ki, siz də bunu öz aranızda bərabər bölün. Onda deyir ki, məsələn, böldüyümüz zaman bir qardaşa düşən armudların sayı bir bacıya düşən armudların sayından 3 vahid çoxdur. Baxın, ananın onsuz da 6 uşağı yoxdur. Ya bir oğlu, tutaq ki, oğlan və qızın cəmi 6-dır. Düzdür? Tutaq ki, bir oğlu var, 5 qızı var. Və 2 oğlu var, 4 qızı var. Və ya elə 3-3-dür. Bunları indi gəlin tez yoxlayaq, ən rahat. Məsələn, tutaq ki, bir oğlu olsa, 12 dənə armudu versə oğluna, bir dənə oğlanda 12 dənə də armud düşər. Amma 5 dənə qızı olsa, 12 5-ə bölünmədiyi üçün bu yanlışdır. Deməli, biz 1 və 5-i götürə bilmərik. Eyni ilə bunun tərsi də doğru deyil də, 5 1-i də götürə bilmərik. Biz bilirik, axı, 6-ı necə ala bilərik? 1 5, 1 5, 2 4, 3 3, 4 2 ya da 5 1. Deməli 1 5 çıxdı, qalır 2 4 yoxlayırıq. Tutaq ki 12 dənə oğlanın ikisi oğlan, 4'ü qızdır. Düzdür? İkisi oğlandırsa 12 dənə yəni armudu 2 oğlan arasında bölsəm hər oğlana 6 dənə armud düşər. 12 dənə armudu 4 qız aralığında bölsəm hər qıza da 3 dənə armud düşər. Həqiqətən də bir qardaşa düşən armudların sayı bir bacıya düşən armudların sayından 3 vahid çoxdur. Həqiqətən də çoxdur da. Birinə 6 dənə düşüb 2 qardaşa, 4 dənə bacıya 3 dənə düşüb. 6 3-dən 3 vahid çoxdur. Deməli, neçə dənə qardaş olub? 2 dənə qardaş var, yəni oğlan var, 4 dənə də qız var. Bizə deyir, ananın neçə oğlu var? Ananın 2 oğlu var. Doğru cavab olur A variantı. Daha sonra 7-ci suala baxaq. Deməli, 7-ci sualda bərabərsizliyi həll eləmək üçün hər birinin məxrəci bərabərləşdirirəm. Bu 12-də 5. Burada 3A çıxılsın 5 bölünsün 12. Burada da 12. Bunun hər tərəfini 2-yə vururam. O eləyir 12-də 10. 12-ləri atsam, onda olacaq 5 kiçikdir 3A çıx 5. Bu da kiçikdir 10.
İndi hər tərəfin üzərinə 5 gəlsəm, 10 böyükdür 3a üstə 15. Hər tərəfi 3-ə bölsəm, 3 tam 3-də 1 böyükdür a-dan, o da böyükdür 5-dən. Yəni 3-dən üzü bu tərəfə, 3 tam 3-də 1. Yəni artıq 3-ü də keçib 5-dən kiçik. Burada da a sadəcə 4-ü ödəyir. Tez 4-ü götürməyin ha. A-nın qiymətlərinin sayını istəyir. A bir dənə qiymət alır. Yəni doğru cavab olur C variantı. Daha sonra 8-ci sual. Deyir, torbada 12 dənə qırmızı, 16 dənə sarı top var. Baxmadan ən azı neçə top çıxarmaq lazımdır ki, eyni rəngdə 4 dənə top olsun. Tutaq ki, 3 dənə qırmızı çıxardaram. Bu tip məsələlərdə biz demişdik ki, ən azı eyni rəngdə top olmağını istəyiriksə, tutaq ki, 4 dənə eyni rəng istəmirsik. 4 dənə neçə dənə top var? 2 dənə, biri qırmızıdır, biri sarı. 4-dən bir əsli olan 2 dənə də toplayırsan. Yəni 3 üstə gəl 3. Tutaq ki, 3 dənə qırmızı götürüb, 3 dənə də sarı götürüb. Artıq əlimi atıb nə çıxardım, onsuz da 4-cü rəng tamamlanmış olacaq. 3 qırmızı götürsəm, 3 sarı götürsəm, əlimi yenə də torbaya atsam, onsuz da oradan çıxardacağım ya sarı olacaq, sarı olsa 4 sarı eləyir, ya qırmızı olacaq, onda 4 qırmızı 3 sarı eləyəcək. Fərqi yoxdur. Yenə də ən azı 7 dənə top çıxarmalıyam ki, mütləq şəkildə 4-ü eyni rəngdə olsun. Doğru cavab olur A variantı. 9-cu sual. İsmail sıranın başlanğıcından 15-ci yerdədir. Xatirə isə sıranın sonundan 10-cu yerdədir. Aralarındakı 4 nəfərin olduğu məlumdursa, sıranın ən çox neçə adam var? Bu sual keçən ümumi sınağımızda ən az olaraq düşmüşdü. Bu sınaqda da özüm ən çoxu saldım ki, imtahana hazırlaşan müdavimlər çox vaxt bu sıra məsələlərində tez unudurlar. Sizi xatırlatmaq məqsədi ilə keçən səfər ən az salmışam, bu səfər ən çox salmışam. Ən çox tapmaq istəyiriksə 15-in üzərinə 10 gəlirik. Yəni ki, birinci adamın neçənci yerdə olmağı, ikinci adamın neçənci yerdə olmağını toplayıb üzərinə də 4-ü gəlirik. Belə deyək, olacaq deməli 29. Tutaq ki, gəlin bunu da izah edeyim. Başlanğıc baxın buradır. İsmail başdan 15-ci yerdədir. Məsələn, bu İsmaildir. Düzdür? İsmailə qədər 14 nəfər var. Düzdür? Ən çoxu deyirsə, deməli xatirə də sondan gəlir, xatirə baxın buradadır. Sondan 10-cu yerdədirsə, deməli xatirəyə qədər də 9 nəfər var. Onda bunların aralarında da 4 nəfər varsa, mən nə edərəm? 14 üstə gəl, 4 üstə gəl 9, bir dənə də İsmail, bir dənə də xatirə. Olacaq nə? 15, 14, eləyəcək 29. Ən maksimum ehtimal budur. Ən az ehtimalı soruşsaydı, mən başlanğıcdan İsmailə qədər olan bu İsmaili buradan götürərdim. Xatirə də tutaq ki, məsələn, elə buradan başlayıb bura qədər, aralarında məsafə demir, qalıb. Baxın, buradan bura qədər qalardı. Məsələn, burada xatirə, aralarında 4 nəfər yoxdur. Xatirə də sondan 10-cu yerdədirsə, deməli, bir xatirənin yeri 4 nəfər aralarında. Deməli, xatirə ilə bura İsmail bir yerdə 5 nəfər də var aralarında. Eyni ilə İsmail başdan 15-ci yerdədirsə, 14 nəfər varsa, deməli, buradan burada 9 nəfər var. Bitdi də, yəni 9, 5, İsmail olacaq 15, 4, 19, bir də 20. Yəni ki, burada da biz nə edirik? Hər deməli 9, 5, 14, 18, deməli 4 nəfər arada var, 5 nəfər də burada var. Aha, bitdi. Deməli, olur xatirə 20-ci, bu da olur 14, 15-ci. Bu da ən az olma ehtimalı. Ən çox desə, amma biz toplayacağıq. Daha sonra 10-cu. Deməli, burada oldu neçə? A variantı 9-dan. 10-cu sual. Deməli, 2 kater 3 saat göldə, 1 saat çayın axını ilə 2 saat axının əksinə getməklə cəmi 175 km yol getdi. Tutaq ki, katerin sürəti x-dır. 3 saat göldə, kater göldə gedəndə ona belə deyək də, yəni kater göldə hərəkət edirsə, belə deyək də, sadəcə kater, yəni öz sürəti ilə gedir, ona heç nə təsir eləmir. Yəni 3 vurulsun, katerin sürəti x-dirsə, 3 vurulsun x. Çünki 3 saat göldə gedir. Daha sonra, belə deyək, 3 saat göldə. Daha sonra 1 saat çayın axını ilə. Çayın axını ilə gedəndə, çayın sürəti ilə katerin sürəti toplanılır. X üstə gəl 5 vurulur 1-ə.
2 saat axına qarşı. 2 vurulsun x çıx 5. Deməli, bu eləyir 3x, bu eləyir x üstə gəl 5. Bunu vurub atsam eləyir 2x çıx 10. Cəmi də 175 kilometrdir. Eləyir nə? 7x çıx 5 bərabərdir 7x da deməli 6x. 6x çünki 3x, x, 2x. 6x çıx 5 175-ə. Onda 6x bərabərdir 180-ə, x bərabərdir 30-a. Deməli katerin sürəti 30 km/saatdır. Deməli onda da olacaq doğru cavab C variantı. 30 km/saat. Daha sonra baxaq 11-ci suala. Deyir, şirkət binasının 8-ci mərtəbəsində ancaq mühasib və kompüter şəbəkələri üzrə mütəxəssislərdən ibarət 22 nəfər işləyir. Hər bir, tutaq ki, məsələn, x dənə mühasib işləyir, y dənə də mütəxəssis işləyir. İkisinin cəmi 22-dir. Deyir, hər bir mütəxəssisin əmək haqqısı 1200 manatdır. Hər bir mühasibin əmək haqqısı isə 800 manatdır. Ümumilikdə 8-ci mərtəbənin işçiləri 21600 manat əmək haqqını ödənildiyini bilərək mütəxəssislərin sayını istəyir. Baxın, 22 nəfər işləyir 8-ci mərtəbədən. X sayda məsələn mühasib işləyir, Y sayda da mütəxəssis işləyir. Bizə də deyir ki, bunların cəmi əmək haqqısı 1200 manatdır. Onda biz bilirik ki, yəni ki, bir mütəxəssisin əmək haqqısı 1200, bir mühasibin əmək haqqısı 800 manat. Ümumi də bu 8-ci mərtəbəyə 21600 manat pul ödəyirlər. Onda deməli, məsələn, x qədər mühasib yoxdur. Hər biri 800 manat alırsa, 800x üstə gəl. Deməli, Y qədər mütəxəssissə biri 1200-dən alırsa, deməli 1200 Y bərabərdir 21600-ə. Gəlin biraz nisbətən bu sistem tənliyidə bu yüzlüklərdən azad edək. Bunları ixtisar aparaq və əvəz etmə üsulundan istifadə edək. X bərabərdir 22 çıx Y. Getirib yerinə yazaq. 8x olacaq da, düzdür? Onda yazacaq 8 çıx 22 çıx Y üstə gəl 12Y bərabərdir 216-ya. Deməli, 6 yazıram. 1 yadda 176 çıx 8 Y üstə gəl 12 Y bərabərdir 216-ya. Deməli 10-dur. 4 Y 40-dır. Y 10-dur. Y 10-dursa deməli x 12-dir. Bizə də deyir mütəxəssisin sayı 10 nəfərdir. Doğru cavab olur A variantı. Daha sonra 12. 4də biri su ilə dolu olan bir qabın çəkisi 450 qramdır. 4də biri su ilə dolu olan qabın çəkisi 450 qramdır. Bu qabın yarısı su ilə doludursa, 2də 1 S üstə gəlsin qab bərabərdir 650-yə. Tərəf-tərəfə çıxsaq, yəni aşağıdan yuxarı çıxsaq, qablar ixtisar gedir. 2də 1 S çıx 4də 1 S bərabərdir 200-ə. Bunu orta məxrəcə getirsəm, bu 4də 2 S, yəni 4də 1 S 200-dürsə, deməli suyun kütləsi 800-dür. Suyun kütləsi 800-dürsə, bunu 2də 1-ə vuranda 400, bu da eləyir 250 qram. Qabın kütləsi də 250 qramdır. Necə tapdım? 2də 1-i vurdum. Suyun kütləsi 800, axı 800-ü üzərinə qabı gəldim, elədi 650 axı. Bu eləyir 400, 400-ün üzərinə qab gələndə eləyir 650. Deməli, qab 250-dir. Bizə də deyir, sənin, yəni tam dolması o deməkdir ki, yəni suyun hamısı dolsun, qabın da kütləsi gəlsin, eləsə 1050. Yəni doğru cavab olacaq 12-də Y variantı. 13-cü suala baxaq. Deyir, düzbucaqlı şəklində kartonun ön üzünə yazılmış riyaziyyatçı Qaussun məşhur sözü olan riyaziyyat elmlərin şahıdır yazılaraq karton 3 hissəyə ayrılmışdır. Buna görə şəkirdəki kartonun ön üzündə olan elmlərin sözünün yazılı olduğu hissənin sahəsinə uyğun ifadə hansı mətndə doğrudur? Deməli, baxın, buradan bura 100-dürsə, bura 20-dirsə, bura 30-dursa, deməli, bura 50-dir. Tamamlanmamış hissə budur. Onsuz da bunun eni 40-dırsa, burada 40-dır. Yəni ki, bura 40 elmlərin sözünün istifadə olunduğu kardonun eni 40, uzunluğu 50-dir. Bu 50-yi də necə tapdım? 100-dən 20 ilə 30-un cəmi, yəni 50-yi çıxdım. 100 çıx 50 vur 40. Doğru cavab olacaq Y variantı. Çox sadə bir sualdır. Bəzən müdavimlər bu tip sualları görəndə şərti bəzən qaranlıq qalır, amma əslində həqiqətən də çox sadə bir sual nümunəsidir. Neynədim? 100-dən çıxdım 20-in 30-un cəmi, yəni 50-ni vurdum, uzunluğu tapdım 100 çıx 50. Onu da vurdum nəyə? Onu da vurdum belə deyək, enə. Uzunluğu tapıb vurdum enə. 14
Deməli, burada oldu cavab Y variantı. 14. Deyir, saatda 40 km böl saat sürətlə hərəkət edən bir maşın hər saat sonunda sürətini 10 km böl saat artırır. Məsələn, birinci saatda bu 40 belə deyək də, yol orta sürəti. Deməli, bunun hər saatda sürətini artırır. Birinci saatda 40 gedibsə, ikinci saatda 50 gedib, üçüncü saatda 60 gedib, dördüncü saatda da gedib 70. Düzdür? Biz bunun dördünü toplayırıq. 40, 50, 60, 70. Bölürük 4-ə. Bu eləyir neçə? Deməli, toplayanda 220. Bölürük 4-ə eləyir 55. Deməli, orta sürəti 55 olmuş olacaq. 14-də C variantı. 15-ci sual. Deyir, 5 silginin pulu ilə 2 dəftər alınır. 5 S-in puluna 2 dənə dəftər alınır. Deyir ki, 3 dəftərin pulu ilə 5 qələm alınır. Aha. Onda 6 qələm. Deməli, biz bunu belə eləyək də. Gəlin, yuxarının hər tərəfini vuraq 3-ə. Aşağının da hər tərəfini vuraq 2-yə. Bir sistem tənliyi əldə edirik, tutaq ki. O eləyəcək 15 dənə silgi ilə biz 6 dənə dəftər alarıq. Eyni ilə 6 dənə dəftərlə də 10 dənə qələm alarıq. Düzdür? İndi biz 6 dəftər 15 silgi alıramsa, onda biz 6 dəftərə 10 qələm alırıqsa, deməli 15 silgiyə də 10 qələm alarıq. Düzdür? Hər tərəfi 5-i ixtisar etsəm, deməli 3 silgiyə də 2 qələm alaram. Deməli 2 qələm 3 silgidirsə, bizə də deyir 6 qələm pulu ilə. 2 qələmin pulu 3 silgiyə bərabərdirsə, 6 qələmin pulu da bundan 3 dəfə çox, yəni 9 silgiyə bərabər olmuş olacaq. Doğru cavab olacaq Y variantı. 16-cı sual. 2 natural ədədin fərqi, deməli 142-dir. Onlardan birinin axırıncı rəqəmi 7-dir. Baxın, tutaq ki, bir natural ədədin fərqi, 2 natural ədədin fərqi 147-dir. Birinin sonu 7-dir və o 7-ni siləndə ikinci ədəd alınır. Biz bu tip misalları əslində mərtəbə sinif mövzusunda çox işləmişik. Bir ədədin sonundan, bir rəqəmli bir ədədi siləndə, məsələn, baxın, mən 1 12-dir, bunun sonundan 2 siləndə qalır 1. Nə olur? 1 12-dən nə qədər böyükdür? 1 12-dən 10 dəfə və 2 vahid çox kiçikdir də. Yəni, tutaq ki, biz bilmədiyimiz bir ədədim x olsa, onda digər ədədim sildiyim ədəd, yəni 7-yi sildiyim ədəd 12 üstəgəl 7-dir. Məsələn, biri 17-dirsə, 7-yi silmişəm olub 1. Nə olub? 1-i 10-a vurub üzərinə 7 gələndə 17-ni alır. Deməli, biri 12 üstəgəl 7-dir, biri də x-dir. Bizə də deyir 12 üstəgəl 7 ilə x-in fərqi 142-dir. Onda 9x bərabərdir 135-ə, x bərabərdir 15-ə. Deməli, biri 157-dir, biri də 15-dir. Fərq edir 142. Bizə də deyir, bu ədədlərin cəmini tap. 157 ilə 15-in cəmi eləyir, deməli, 2 yazıram, 1 yadda, 7, 172. Doğru cavab olur 16-da D variantı. 17-ci sual. 2 ədədin cəmi 192-dir. Yəni, x-dan y-in cəmi 192-dir. Böyük ədədi kiçik ədədə böldükdə natamam qismətli 3 qalıqda 2 alınır. Tutaq ki, böyük ədəd x-i y-ə böləndə 3, qalıqda da 12 eləyir. Onda x nəyə bərabərdir? 3y üstəgəl 12-yə. Getirib yerinə yazanda 3y üstəgəl 12, üstəgəl y bərabərdir 192-yə. Onda 4y 180-dir, y 45-dir. Deməli, y 45-dirsə, böyük ədəd 45-i vururam 3-ə eləyəcək 135, sonra da 12 gələndə 147 eləyir böyük ədəd. B variantı. 18-ci suala baxaq. Deyir ki, Çingiz sualları yazmaq üçün 3 gün işlədi və cəmi 9 saat 40 dəqiqə vaxt ayırdı. Tutaq ki, birinci gün A, ikinci gün B, üçüncü gündə C-yə qədər işləyibsə, A üstəgəl B üstəgəl C-yə 9 saat 40 dəqiqə vaxt ayırdı. Bizə deyir, birinci və ikinci gün A ilə B-nin cəmi 5 saat 55 dəqiqədir. Onda C-ni biz tapa bilərik də. Bunun yerinə 5 saat 55 dəqiqə getirib qoyanda C-ni tapmaq üçün 9:40-dan çıxarıq 5 saat 55 dəqiqəni. Onda 9:40-dan çıxmaq üçün də biz bunu yazarıq 0,8, 60-ı keçirdərik 0,800 çıx 0,555. Bu eləyər nə? 5, deməli 45, 0,345. Deməli C bərabərdir 0,345-ə. Bizə də deyir ki, şərtin o hissəsində deyir, birinci ilə üçüncü, yəni A ilə C-nin də cəmi 6,20-dir. Onda C 0,340-dırsa, bunu çıxıram 0,340-ını, yəni 3,45-ini.
çıxıram. Bu da eləyir 5, 60 gələndə 80. Bu da eləyir 5, deməli, A-nı tapmaq üçün eləyir 7, 3, 2, 35. Deməli, A 2.35-dir. 2 saat 35 dəqiqə birinci gün. B-ni hələ tapmamışam. S isə 3.45-dir. Bizə də nə deyir? İkinci və üçüncü günü deyir. İkinci günü tapmaq üçün da A-la B-nin cəmi 5.55-dirsə, 5.55-dən 2.35-i çıxıram, eləyir 3.20. Bunların cəmi də eləyir 3.20, üstə gəl 3.45, eləyir nə? 6.65. Yəni 65-i də versəm bu yana 7.05. Yəni 7 saat 5 dəqiqə. Doğru cavab olur Y variantı. Daha sonra 19-cu sual deyir ki, rəqəmləri müxtəlif 3 rəqəmli 3MK ədədi, bu 3 rəqəmli bir ədəddir. 3MK, bu 3 rəqəmli bir ədəddir. 3MK ədədi 3-ə və 5-ə qalıqsız bölünür. Bizə də deyir ki, baxın, bilirik ki, 3MK bir 3 rəqəmli ədəddirsə, onda 5-ə qalıqsız bölünməsi üçün ya K 0-dır, ya da 5-dir. Çünki 5-ə bölünmə əlaməti nədir? Sonu ya 0-dan bitməlidir, ya 5-lə. Onda bir dəfə baxırıq 3M 0-a, bir dəfə baxırıq 3M 5-ə. İndi başlayırıq qiymətlər verməyə. Deyir, neçə müxtəlif qiymət al. Bu ədəd 5-ə qalıqsız bölünməsi şərti onun sonunun 0 və ya 5-lə bitməyindən irəli gəlir. Bəs yaxşı, bu ədədin 3-ə bölünməsi şərti onun rəqəmləri cəmidir. Onda biz məsələn M-in yerinə bunun rəqəmləri M-in yerinə 0 verə bilərik. Niyə görə? Çünki rəqəmləri cəmi 3-ə bölünür. 3 verə bilərik, 6 verə bilərik, bir də 9 verə bilərik. Yəni 300, 330, 360, 390. Bunların rəqəmləri cəmi 3-ə qalıqsız bölünür. Amma bizə bir dənə şərt deyir. Rəqəmləri müxtəlif. Onda 300-dən 330-u buradan çıxardırıq. Yəni 0-dan 3 getdi öz işinə. İndi bunun hal-hazırda rəqəmləri cəmi bu hissəyə görə 8-dir. Onda bura bir dəfə 1 versək 9, sonra 4, sonra da 7. 315, 345, 375. Həm 3-ə bölünür, həm 5-ə bölünən ədədlərdir və rəqəmləri də müxtəlifdir. Neçə dənə fərqli M ədəd verdik? 1, 2, 3, 4, 5 dənə. Deməli, doğru cavab olacaq D variantı. 5 ədəd. 20. Aşağıdakı fikirlərdən neçəsi doğrudur? Deyir, rombun simmetri oxu yoxdur. Səhvdir. Rombun 2 dənə simmetri oxu var. İkisi var. İkisi var. Bu fikir yanlışdır. Bizə doğrular lazımdır. Düzbucaqlığın 2 simmetri oxu var. Bu doğrudur. Paralelogramın 2 simmetri oxu var. Ümumiyyətlə paralelogramın simmetri oxu yoxdur. Bu yanlışdır. Çevrənin sonsuz sayda simmetri oxu var. Bu doğrudur. Bərabəryanlı trapesiya budur və bunun bərabəryanlı trapesiyanın sadəcə bir simmetri oxu var. Ümumiyyətlə trapesiya içərisində yalnız bərabəryanlı trapesiyanın simmetri oxu var. Digər trapesiyaların yoxdur. Bu fikir də yanlışdır. Deməli, ikisi doğrudur. Doğru cavab olacaqdır variantı. 21-ci sual. Deyir, ədədi 16-ya böldükdə qalıqda 10 qalır. Bu ədədi 4-ə bölsə, biz də demişdik ki, bir ədədi nəyəsə bölüb, qalıqda neçəsə alınır və həmin ədədi başqa bir ədədə bölməyimizi istəyirsə, bizim artıq, məsələn, tutaq ki, bir A-nı bölmüşəm 16-ya, qalıqda 10 eləyir. Bu hansı ədəd ola bilər? Elə onun özü ola bilər ki, onu 16-ya böləndə natamam qismətim 0 eləyir, qalığım eləyir 10. Və ya elə natamam qismətə 1 verin, olsun bu ədədin 26. 26-nı 16-ya böləndə 1, qalıq eləyir 10. Fərqi yoxdur. Daha sonra onu götürürəm. Tutaq ki, bu ədəd 10 idi. Onu götürüb bölürəm 4-ə. 2 dəfə düşür. 8, qalıq eləyir 2. Lap 26 idisə bu ədəd. 26-ı bölürəm 4-ə. Düşür 6 dəfə 24, qalıq yenə də 2 eləyir. Deməli, hər ehtimalda da, hər iki ehtimalda da qalıq 2-dir. Uzunluğa görə ən böyük variantı seçin deyir. Bu test tapşırığı nisbətən çətin olmasının səbəbi buradakı çevirmələrin belə deyək, diqqət tələb eləməsidir. Biz hamısını santimetrə getirək. Bu elə santimetrdədir. 1 kilometr 100.000 santimetrdir. Desimetrdən santimetrə keçəndə 10-a vururuq. Deməli, olur 123.400 santimetr. Metrdən santimetrə keçəndə 100-ə vururuq. Olur 123.000 santimetr. Millimetrdən santimetrə keçəndə isə 10-a bölürük. Onda buradan bir sıfır silirəm, eləyir 12.300 santimetr. İndi ən böyüyü bu 12.000-dir, bu olmaz. Bu 12.345-dir. 12.345 olmaz, çünki 123.000-lər var. 123.400 C variantıdır. Doğru cavab ən böyüyünü soruşurdu. Daha sonra
23-cü test tapşırığı. Deyir 4 konfet və 3 peçenye 1 manat 20 qəpikdir. Yəni 120 qəpikdir. 4 konfetlə 3 peçenye 120 qəpikdir. 5 konfet və 4 peçenye də 155 qəpikdir. Hə, bu tip sualda baxın, artıq görürsünüz ki, 4 konfet, 3 peçenye, yəni bir-birinə əlaqəsiz bir rəqəmlərdirsə, ya burada tərəf-tərəfə toplamanı soruşur, ya da tərəf-tərəf çıxmanı soruşur. Çox vaxt bu sualda da baxın, əgər sizdən hər nədənsə bir dənəsini soruşursa, yəni bir peçenye və bir konfetin birlikdə qiymətini soruşursa, deməli ya bu tip suallarda toplayacaqsınız tərəf-tərəfə, ya da çıxacaqsınız. Toplasaz 9K 7 eləyir. Yəni düzgün alınmır. Ona görə aşağıdan yuxarı çıxırıq. 5 konfetdən 4 konfet çıxıram, 1 konfet. 4 peçenyədən 3 peçenye çıxıram, 1 peçenye. 155-dən də 120 çıxıram, 35. Deməli, konfetlə peçenyenin birinin qiyməti, bir konfet, bir peçenye 35 qəpikdir. Daha sonra, deyir 24-cü sualda, piknikə gedən uşaqların bir qismi yemək gətirib, bunlardan 3 dəfə artıq uşaq isə meyvə götürüb. Həm yemək, həm meyvə götürənlər, yemək götürənlərdən 2 dəfə azdır. Hə, onda Venn diaqramı ilə eləyək. Məsələn, bura yemək götürənlər olsun, bura meyvə götürənlər olsun. Deyir, həm yemək, həm meyvə götürənlər, yemək götürənlərdən 2 dəfə azdır. Onda həm meyvə, həm yemək götürənlərə x-dirsə, onda yemək götürənlər 2x-dır. Çünki x 2x-dan 2 dəfə azdır. Deməli, yemək götürənlər 2 dəfə çoxdur. Onda bura x-dirsə, burada x-dır. Çünki x 2x eləyir. Bizə də deyir ki, bizə də şərtdə deyirdi ki, deyir ki, gələnlərin bir qismi yemək, bunlardan 3 dəfə artıq uşaq isə meyvə götürüb. 2x qədər yemək götürübsə, onda 6x də meyvə götürüb. Onda bura ortaq x-dırsa, onda bura 5x-dır. Bu üçünün də cəmi 42-dir. Onda eləyir nə? Deməli, 7x 42-dirsə, x 6-dır. Onda bizə də deyir ki, yalnız meyvə götürən, baxın, yalnız meyvə götürən bu 5x-dır. Bu 5-i vururam 6 eləyir 30. Doğru cavab olur B variantı. 25-ci sual. Deyir, telefonun qiyməti 800 manatdan 640 manata endirildi. Yeni qiymət, köhnə qiymət hansı hissəsi təşkil edir? 640-ı bir ədəd digərinin hansı hissəsi təşkil edir deyəndə həmin ədədi digər ədədə bölməliyik. Yeni qiymət köhnənin dediyi üçün 640-ı 800-ə bölürəm. 80-i ixtisar aparsam 10, 8, 2 ixtisar aparsam 5, 4. Yəni 5-də 4 hissəsini təşkil edir. Doğru cavab olacaq 5-də 4. Deməli, bugünlük bu qədər. Növbəti sınaq izahlarında görüşənə qədər inşallah sağ olun, salamat qalın.